Herkese salam. Bugünkü videomda beyin dalğaları və manifesting texnikalarından danışacağım və biz bu beyin dalğalarından necə istifadə edərək istədiklərimizi öz həyatımıza çəkə bilərik. Bu haqqda bildiklərimi bölüşəcəm. Bölüşdüyüm texnikaları mən özüm öz üzərimdə müşahidə eləmişəm və təsirini görmüşəm. Ona görə də belə bir video çəkmə qərarına gəldim. Demək olar ki, mən bu texnikaları 15-16 yaşımdan bəri mütəmadiyyən eləmişəm və istəklərimə də nail olmuşam. Yəni elə bir vaxt olmayıb ki, istifadə etdiyim bu texnikalar öz effektini göstərməsin. Ona görə gəlin başlayaq. 4 cür beyin dalğası mövcuddur. Bunlar beta, alfa, teta və delta olaraq keçir və manifesting texnikaları isə əsasən delta və tetada daha yaxşı işləyir. Beta dalğası 15-30 Hz arası işləyir və bizim gündəlik həyatımızda, rutinlərimizdə əsasən beynimiz beta rejimində işləyir. Ona görə daha çox bu mühakimə edən beyindir, stres edən beyindir, şübhələr yaradan beyindir. Buna görə də şuuraltını proqramlamaq üçün uyğun vaxt betanın rejimində olduğu vaxt deyil. Alfa dalğaları isə rahatlanmaq və fokuslanmaq dalğasıdır. Yəni biz nə vaxt ki uzanırıq, rahatlayırıq, meditasiya eləyirik və ya istəklərimizi vizualizasiya eləyirik, bu zaman alfa aktivləşir. Bu ərəfədə şuuraltımıza yeni kodlar, yeni fikirlər yeritmək mümkündür. Amma delta və teta qədər güclü deyil. Teta dalğaları isə dərin meditasiya və şuuraltını proqramlaşdırdığın zaman aktivləşir. Bu adətən gecə yatmazdan qabaq və səhər oyananda aktiv olur. Yəni artıq yuxuya gedirsiniz, artıq belə həm yuxudasan, həm oyaqsan, o vəziyyətdə teta dalğası aktivləşir. Həm də səhər duran kimi teta dalğaları aktiv olur. Ona görə bu ərəfədə istəklərinizi deyəndə, arzularınızı fikirləşəndə, olmuş kimi fikirləşəndə beyin bunu sorğusuz və sualsız qəbul edir. Çünki şuuraltı çox təmiz olur. Bir çox manifesting texnikaları da əsasən teta dalğası aktiv olduqda elənilir. Məsələn, Nikola Tesla'nın 3-6-9 metodu var. Birazdan sizlə bölüşəcəm. Bunu mən əsasən teta dalğasını aktivləşdirdikdən sonra eləyirəm və həmişə də effektini görmüşəm. Gəldi delta dalğalarına. Bu beynin dərin yuxuda olduğu zaman aktivləşir. 0,5-3 Hz arası işləyir. Bu şəfa dalğasıdır. Yəni olur ya sizdə, olurmu ki, bilmirəm. Xəstə olanda adətən deyirlər yuxuda sağalırsan. Bu şəfa enerjisini verən beynin delta dalğalarıdır əslində. Bu zaman beyin çox saf olur, çox təmiz olur. Bu zamanda da edilən subliminallar, afirmasiyalar, məsələn, dərin yuxuya getməzdən qabaq açıb yanında qoya bilərsiniz. Afirmasiyalar, subliminal mesajlar. O zaman bu ərəfədə delta dalğası işləyir. Delta ilə sən manifestingi reallaşdırırsan. Mən delta dalğalarından adətən imtahanlardan qabaq istifadə eləyirdim. İmtahana girməzdən qabaq oxuyurdum. İmtahanda olan nə çıxacağını oxuyurdum. Yatmazdan qabaq artıq görürəm ki, yuxuya gedəcəm. Yatmazdan qabaq oxuyurdum. Təkrar oxuyurdum. Və YouTube-da açırdım, dinləyirdim və yuxuya gedirdim bu şəkildə. Və səhər duranda mənim gecə dinlədiyim hər şey yadımda qalırdı. Afirmasiyalar da bu şəkildə işləyir. Əgər mənə inanmırsınızsa yoxlayın. Bir YouTube-da video açın, qoyun və yuxuya gedin. Və o video danışsın. Siz yatanda qoyun danışsın. Mütləq dinləməyə məcburiyyətində deyilsiniz. Beyin yenə də o informasiyanı alır. Çəkir özünə. Və səhər duranda siz o şeyi xatırlayacaqsınız. Dil öyrənəndə də bu texnikanı sizlə bölüşmüşdüm. İngilis dili necə öyrəndim videosunda. Çox effektiv bir üsuldur. Manifestingdə də istifadə eləyə bilərsiniz. Bəs hansı texnikalardan istifadə edirəm? İlk olaraq sizə deyə biləcəyim texnika 3-6-9 metodudur. Dediyim kimi Nikola Tesla tərəfindən yaradılıb. Bu teta dalğalar aktiv olanda istifadə olunur. Yəni səhər duranda və axşam yatanda əsasən. Necə olur? 3-6-9 adından görsəndiyi kimi səhər duran kimi yuxulu halda durdunuz yataqdan bir kağız və qələm götürürsünüz. Arzunuzu olmuş şəkildə 3 dəfə yazırsınız.
Mən universitetə girdim. Mən universitetə girdim. Mən universitetə girdim. Bu şəkildə 3 dəfə yazdınız o yuxulu vəziyyətdə. Qoydunuz kənara. Daha sonra günorta istənilən saatda həmən arzunuzu 6 dəfə yazırsınız. Mən universitetə girdim, mən universitetə girdim. 6 dəfə həmən arzunu yazırsınız olmuş kimi. Daha sonra yatmazdan qabaq həmən arzunu 9 dəfə yazırsınız və yatırsınız. Çalışın arzunu yazandan sonra telefonla çox əşələnməyin. Fikriniz yayılmasın. Bu texnikanı 21 gün arxa-arxa eləyə bilərsiniz. Çünki şuuraltı adətən 21 günə proqramlaşır. Yəni bu vərdişlər 21 günə özünü göstərir. Digər bir metodum isə 100 gün 100 dəfə yazmaq. Bunu necə eləyirik? Bir dəftər götürürsüz və hər gün mütəmadiyyən 100 dəfə arzunuzu detalları ilə birgə olmuş kimi yazırsınız. Ola bilər ki, məsələn, bugün yazdınız, sabah yazmışsınız. Problem deyil. Digər gün 200 dəfə yazarsınız. Amma çalışın bunu 100 gün davam elətdirin. Və 100 dəfədən çox yazmağa çalışın olmuş kimi. Niyə 100 dəfə eləyirik? Çünki beyin bir şeyi 100 dəfə hər gün, 100 gün görəndən sonra o şeyi öz həyatına çəkmədən dayana bilməyəcək. O şeyi olmuş kimi qəbul edəcək. Ona görə bunu eləyirik. Yəni bu xurafət və ya spirituallıqla əlaqəsi olan bir şey deyil. Biz sadəcə beyninlə oynayırıq, beyni proqramlayırıq, beyindən düzgün şəkildə istifadə edirik. Çünki beyin həqiqətən çox güclü bir orqandır. Biz sadəcə bundan doğru şəkildə istifadə etməliyik. Üçüncü texnikamız isə vision board. Yeni ildə TikTokda bəlkə görərsiniz, trend idi. Hər kəs eləyirdi vision board. Mən də eləmişəm, hətta arxamda görürsünüz. Vision board arzularınızı vizual şəkildə görməyiniz üçün nəzərdə tutulub. Yəni burada arzularınızı şəkillərini tapırsınız. Məsələn, atıyorum, BMW F30 istəyirsiniz. BMW F30-un istədiyinizin rəsmini tapırsınız, çıxartdırırsınız və görə biləcəyiniz bir yerə yapışdırırsınız. Mütləqdir ki, siz o rəsmi hər gün görəsiniz. Telefon ekranına da qoya bilərsiniz. Telefon ekranı ana şəkil əslində çox effektiv bir üsuldur. Belə vision board yarada bilərsiniz. Yəni bir kağız götürürsünüz, yekə bir kağız və balaca bütün arzuladığınız hər şeyi ora qoya bilərsiniz. Məsələn, gözəl bir münasibət arzulayırsınızsa, gözəl bir münasibət rəsmi qoya bilərsiniz. Toy şəkli qoya bilərsiniz. Bilmirəm, evlilik arzulayırsınızsa, başqa bir ölkəyə köçmək istəyirsinizsə, o ölkənin rəsmini qoya bilərsiniz. Ağlınıza gələ biləcək hər şey. Burada əsas odur ki, arzularınızı vizual şəkildə görə bilərsiniz. Onu eləyəndən sonra arzularınızı, bordunuzu, yəni tablonuzu görə biləcəyiniz bir yerə qoyursunuz və çalışın onu hər gün baxın, görün. Bir digər istifadə elədiyim metod askezi orucudur. Bundan daha öncə bir videomda danışmışdım deyəsən, yadımda deyil hansı videodur. Askezi orucu mənəvi bir orucdur. Yəni bildiyimiz, yəni sudan, yeməkdən kəsilməklə əlaqəsi yoxdur. Burada özümüzdən bir şey verib qarşılığında bir şey istəyirik. Yəni necə? Sizin üçün çətin olan bir şeydən vaz keçirsiniz, fərağat eləyirsiniz. Məsələn, siqaret çəkirsinizsə, bəlli bir müddət qoyursunuz ki, məsələn, 15 gün mən dilimə siqaret vurmayacağam. Və bunun qarşılığında, məsələn, maşın istəyirəm. Ola bilər ki, 15 gün kifayət olmasın, ona görə müddəti uzada bilərsiniz. Amma çalışın, söz verdiyiniz müddət ərzində etməyəcəm dediyiniz şeyi etməyin. Çünki əgər o şeyi etsəniz, arzuladığınız şey heç vaxt olmayacaq. Bu çox effektiv bir şeydir və yəni diqqətli olun bunu eləyəndə, çox diqqətli olun. Bilmədən ola bilər. Məsələn, deyirsiniz ki, keçmiş sevgilimi stalklamayacağam, qarşılığında da İtaliyaya səyahət eləmək istəyirəm. Yəni, səhvən girdinizsə profilinə, problem yoxdur, çıxın, tez çıxın. Amma bilinçli şəkildə bunu eləmək artıq sizin heç vaxt İtaliyaya gedə bilməyəcəyinizin sübutudur. Yəni, bu sadəcə misaldır. Demək istədiyim odur ki, ciddiyə alın bunu eləyəndə. Və bu arada çalışın bir dənə askez eləyin. Yəni, eyni anda 4-5 dənə askez eləməyin. Bir dənə askez elədiniz, oldu, daha sonra digərinə keçə bilərsiniz. Yəni, o davam eləyə başqa bir askezi orucu eləyin, belə bir şey olmasın. Manifestingin məntiqi odur ki, siz şuuraltınızı proqramlayırsınız ki, arzuladığınız şeyi beyin öz həyatına çəksin. Buna görə də biz hər şeyi olmuş kimi yazmalıyıq. Öncədən təşəkkür eləməliyik. Məsələn,
Ev almaq istəyirsinizsə, öncədən nəzir verə bilərsiniz, insanlara kömək eləyə bilərsiniz, heyvanları yedizdirə bilərsiniz və hər dəfə bunu eləyəndə deyə bilərsiniz ki, hə, Rəbbim, bəs mən ev aldığım üçün çox təşəkkür eləyirəm və buna görə xeyirxahlıq eləyirəm. Təşəkkürümü bildirirəm. Yəni olmamış bir şey üçün artıq öncədən təşəkkür eləməyi öyrənin ki, o şey olsun. Bizim millətdə çox var, filan şey olsun, qurban kəsəcəm. Yəni şərtli şəkildə elə bir sifariş verirsiniz də siz kainata ki, bunu elə, mən də qurban kəsəcəm. Bu belə işləmir. Yəni qurbanı indi kəsin və o şey olacaq. Kainat şərtlə işləmir. Və ən sonuncusu, ən bəsit, ən simple metodlardan biridir. Oturursunuz bir kağıza sanki gələcəkdə arzuladığınız həyatı yaşayırmış kimi keçmişinizə bir məktub yazırsınız. Sanki arzuladığınız yerdəsiniz və oradan indiki sizə məktub yazırsınız. Bu çox effektiv bir üsuldur və məktubu yazanda çalışın emosiyalarınızı da qatın məktuba, hiss eləyin. Məsələn, Dubayda yaşamaq istəyirsinizsə, artıq misal çəkirəm, Mina, mən artıq Dubayda yaşayıram, çox gözəl bir evim var, özümə aid biznesim var, o istədiyimiz maşını da almışam, çox xoşbəxt bir münasibət içindəyəm. Yəni bunları yazdıqca bunu vizualizasiya eləyin, arzulayın, yəni gözünüzün qabağına gətirin, hiss eləyin. O şeyə sahib olmaq necə bir hissdir? Bunu hiss eləməyə çalışın. Manifestingdə ən vacib şeylərdən biri inanc və o şeyi olmuş kimi hiss etməkdir. Və digər bir verə biləcəyim tövsiyə, detallardan qorxmayın. Çalışın istəklərinizi detallı bir şəkildə yazın. Məsələn, mənim maşınım var demək yerinə, mənim 2025 model tünd qırmızı rəngdə BMW F30'um var. Və buna görə çox minnətdaram. Çox gözəl bir maşındır, çox rahatdır. Məni istədiyim hər yerə aparır, problemsizdir, çox gözəl görsənir. Rula əlim dəyəndə çox xoşbəxt oluram, çox rahat dönür. Məsələn, özünüzü xəyal eləyə bilərsiniz o maşının içində. Bu da yəni bir texnikadır. Yəni demək istədiyim detallardan qorxmayın, detallı bir şəkildə arzunuzu yazın. Ən əsası isə özünüzü arzunuza layiq görün. Ola bilər ki, hal-hazırda maddi vəziyyətiniz o istəyinizi yerinə yetirə biləcəyi qədər deyil. Amma siz o manifestingi etməkdən çəkinməyin, çünki beyin bir yolunu tapacaq və o şeyi sizin həyatınıza çəkəcək. Həyatımda bir çox şeyi bu şəkildə bacarmışam. Yəni hər şey maddiyyat və ya indiki vəziyyətinizdən ibarət deyil. Çünki bunun necə olacağına çox fokuslanmaqdansa, nə istədiyinizə fokuslansaz, daha tez hərəkət eləyə bilərsiniz. Kainat sizə o şeyi bir şəkildə gətirəcək. Hə, deyə bilərsiniz ki, məsələn, mənim arzum lüks həyat yaşamaqdır, varlı olmaqdır və ya bir Porsche olmaqdır. Məsələn, amma maddi vəziyyətim o deyil, mən necə onu alacam ki? Yəni, bunlar xurafətdir. Məzələnirsən sən cəmaatla, bunu necə bacarım ki mən? Bunlar hamısı yalan şeylərdir, belə düşünə bilərsən. Çünki sənin şuur altın bunu qəbul edib. Sənin şuur altın səni o Porsche-ya layiq görmür. Ona görə sənin pulunda olsa, sən yenə də onu ala bilməyəcəksən. Yenə bir borc xərc çıxacaq, sənin pulun bir şəkildə çıxıb gedəcək. İnsan özünü nəyə layiq görürsə, onu da alır. Mən çox görmüşəm elə insanlar ki, yəni kənddən, rayondan çıxıb haralara gəlib. Mirə ilə mənim rəfiqəmin atası. Lənkəranın kəndində dünyaya gəlib, 5 uşaqdan biridir və o bir şəkildə çalışıb, çabalayıb, didinib, arxasında nə bir dayday, nə bir adam olmadan özünə istədiyi həyatı qurub bu adam. Mənim üçün çox böyük bir motivasiya mənbəyidir. Onunla çox söhbət eləmişik, çox da hörmət elədiyim bir insandır. Yəni bunun mən misalını görmüşəm və bilirəm ki, bu mövcuddur. İnsan istədiyi hər şeyi çəkə bilər özünə. Mənim özümdə də yəni çox limit var. Beynimin mənə qoyduğu limitlər çoxdur. Məsələn, mənim üçün aylıq olaraq 50.000 dollar pul qazanmaq mümkünatsız görsənir. Amma bunu bacaran insanlar var. Yəni misallarını görmüşəm. Ayda 50.000 qazanan insanlar tanıyıram. Heç nə etmədən rahatlıqla pul qazanan insanlar tanıyıram və görmüşəm. Deməli, bu mümkündür. Və bu dediyim insanlar, yəni nə atadan, nə anadan varlı adamlar deyil. Öz-özlərinə bir şeylər bacarmış və bir yerlərə gəlmiş insanlardır.
Əgər o eləyirsə, deməli mən də eləyə bilərəm. Yəni çalışın özünüzü limitləməyin və özünü limitləməyən insanları da qınamayın. Yəni bir çoxunuz mənim videoma baxacaq, deyəcək ki, sən qazanarsan 50.000 gözlə. Bir çoxunuz belə fikirləşəcəksiniz. Amma bu mənim üçün belə deyil və ya başqa bir insan mənə desə ki, mən ayda 50.000 dollar pul qazanacağam. Bu mənim üçün anormal deyil. Niyə qazanmasın ki? Niyə olmasın ki? Yəni məktəbdə oxuyan vaxtlar məsələn mən deyirdim ki, mən Londonda oxumaq istəyirəm, Londona müraciət edəcəm və mənə gülürdülər ki, hə oxuyarsan, gözlə, səhərə kimi gözlə. Amma bir şəkildə bu baş verdi, oldu və mən Londonda təhsil aldım. Mən onda gördüm ki, yəni limitlər bizim sadəcə beynimizdədir. Bir də bizim millətdə çox görürəm, pulla bağlı çox negativ inanclarımız var. Yəni onları ilk olaraq qırmalıyıq. Hamı varlı olmaq istəyir, hamı pul sevir, amma heç kim bunu qəbul eləmir. Yəni pul əlivin kiri. Pul insanı dəyişir. Allahdan pul istəmək günahdır. Yəni bu tip inanclar var. Bunlar düzgün deyil. Varlı insanlar daim kiminsə cibindən oğurlayır. Varlı insanlar insafsız olur, vicdansız olur kimi. Pul daşdan çıxır. Pul qazanmaq üçün əziyyət çəkməlisən. Başqa nə inanc deyim? Yəni də səxavətli insanlar kasıb insanlardır. Kasıb insanlar varlı insanlardan daha vicdanlı, daha səxavətlidir, daha Allaha yaxındır. Spiritual insanlar varlı ola bilməz. Mən sizə onu deyim ki, ən spiritual, ən ruhani insanların çoxsu maddi olaraq da bir şeylər əldə eləmiş insanlardır. Burada artıq bir paradoks yaranır. Siz həm varlı olmaq istəyirsiniz, həm yaxşı yaşamaq istəyirsiniz, eyni zamanda da puldan nifrət edirsiniz. Pulun sizin həyatınıza çirklilik gətirəcəyini düşünürsünüz. Ona görə də bu istəyinizə heç vaxt nail ola bilmirsiniz. İlk olaraq ona görə şuur altınızı dediyim kimi yenidən proqramlamalısınız. Xüsusilə delta zamanı. Subliminallarla, afirmasiyalarla açırsınız. Pul afirmasiyaları YouTube'da qoyursunuz və yatırsınız. Beyin yavaş-yavaş özünü dəyişəcək, pulla bağlı fikirlərini dəyişəcək və görəcəksiniz ki, pul əslində həyatınıza çətinlik gətirəcək, sizi daha pis bir insan edəcək bir şey deyil. Puldan yaxşı istifadə eləmək mümkündür. Niyə ki? Pulunuz ola bilər, bir çox insana kömək eləyərsiniz, problemlərinizi həll eləyərsiniz, nə bilim, təqaüd verə bilərsiniz tələbələrə, uşaqlara kömək eləyə bilərsiniz. Pul çox gözəl bir şeydir. Pulla çox gözəl şeylər eləmək olar. Pul xoşbəxtlik deyil deyirlər. Xoşbəxtlik yaratmaq mümkündür pulla. Pul hər şey deyil. Amma bir çox şeyi almağınıza, yaratmağınıza kömək edə bilər. Halal qazanılan pul isə ən gözəlidir. Yəni çalışın pul əldə etmək üçün də hər yola əl atmayın. Yəni digər insanlara zərər verəcək, özünüzə zərər verəcək bir şeylərlə məşğul olmayın ki, o pul sizə təmiz şəkildə gəlsin. Pul qapılarınız açılsın, yollarınız açılsın. Ona görə puldan qorxmuruq. Pulu gözəlliyi ilə qəbul edirik və əlimizə düşdükcə yaxşı şeylər üçün istifadə edirik. Öz inkişafımız üçün istifadə edə bilərik. Heyvanlar üçün istifadə edə bilərik. Digər insanların yaxşılığı üçün istifadə edə bilərik. Hər şey üçün istifadə etmək olar. Əsas odur ki, siz bunu qəbul edirsiniz, özünüzü buna layiq görürsünüz və pulu düşmən kimi görmürsünüz. Və videonun başında qeyd etdiyim kimi, beyin dalğaları ilə üst-üstə düşürsəz, manifestlərinizi daha tez nəticə əldə edəcəksiniz. Hal-hazırda ağlıma gələnlər bunlardır. Ümid edirəm daha çox şey ağlıma gəldikcə bu videolardan daha çox çəkəcəm, paylaşacağım sizinlə. Çox təşəkkür edirəm izlədiyinizə görə. Bəyənməyi və abunə olmağı unutmayın. Çox sağ olun.